Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Modern İnkişaf və Ailə İctimai Birliyinin sədri Zərifə xanım Quliyevanın Qəhrəmanlıq Zirvəsi adlı kitabının təqdimat mərasimi keçirilib. Qəhrəmanlıq Zirvəsi adlı kitab Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olan Azərbaycan oğullarının, bu yolda sağlamlığını itirən, əlil olmuş, mərd, qəhrəman Azərbaycan qazilərinin ömür yoluna həsr olunub. Bununla yanaşı, kitabda ümumilli lider Heydər Əliyevin Azərbaycan ordusunun formalaşdırılmasında, quruculuğunda misilsiz xidmətləri öz əksini tapıb. O cümlədən Prezident, Ali Baş Komandan İlham Əliyevin sonsuz diqqət və qayğısı sayəsində Müdafiə Sənayesi Nazirliyinin təşkil olunması, silahlı qüvvələrimizin getdikcə qüdrətlənməsi, ən müasir silah-sursatla təchiz olunması kitabda öz əksini tapıb. Qəhrəmanlıq Zirvəsi adlı kitabın təqdimat mərasiminə şəhid ailələri, qazilər, Vətən müharibəsi qəhrəmanları, Azərbaycanın mərd, igid hərbçiləri, o cümlədən elm xadimləri, ziyalılar və ictimai təşkilatların nümayəndələri dəvət olunmuşdu. Hamıya bütün bu tarixi faktlar bəllidir ki, biz bu faktların hamısını bircə yaşamışıq. Biz cəbhədə döyüş meydanında olanda Azərbaycan xalqının vətən müharibəsi ilə nəfəs aldığını hiss etmişik və qələbəmizin əldə olunmasında bu böyük bir faktor olub. Cənab Ali Baş Komandan dediyi kimi, biz döyüş meydanında milli iradə ilə, milli ruhla, vətən sevgisi ilə qan tökərək, şəhid verərək, düşməni diz çökməyə məcbur edərək qələbə qazandıq. Bəli, Azərbaycan xalqı qalib Azərbaycan ordusudur. Bizim zəfərimiz Azərbaycan xalqının birliyinin, Azərbaycan əskərinin gücünün və Cənab Ali Baş Komandanın sərkərdəlik qabiliyyətinin təzahürüdür. Bütün bu tarixi faktları Zərifə xanım öz kitabında bu yolun müəyyən bir hissəsini qeyd edir. Kitab var ki, həqiqi sürətdə baxırsan, qoyursan kənara. Kitab var ki, oxuyursan, ləzzət eləyir. Ancaq kitab var ki, səni aparır o bir dəqiqənin, bir saniyənin içində o dünyaya, get bax, gör orada nə var. Get bax, orada gör o oğullar nə yaşayıb. Get bax, gör o analar nə yaşayıb. O həyat yoldaşları, o atasız qalan övladlar nə yaşayır. Bax, kitabın əsas motivi, kitabın əsas böyük dəyəri bundadır. Kitabda böyük bir həyat var. Kitabda Zərifə Rızaqulu qızının ürəyi var. Mən Rızaqulu Quliyevin adını çəkdim, deməyə bilmərəm. Bütün ölkə bilir ki, onun istədilən Azərbaycan müxtəlif ərazilərində işləyən zamanda yalnız onun heç vaxt çəkiz kimi yox, böyük bir xeyirxah insan kimi hamının yanındaydı. Bu insan hər kəsin yanındaydı. Xəstəsinin də, toyu olanın da, oxuyanın da, hər bir kəsin yanındaydı, hər bir kəsin evindeydi. Və onun evladı Zərifə Rızaqulu qızı. O da görürsünüz ki, sizlərin yanındadır. Zərifə xanımın bir qələm sahibi, bir təbib kimi, həm də bir vətəndaş kimi tarix qarşısında ən böyük xidmətini, dəyərini zaman özü onun sağlığında verib. Şəhid olmaq, şəhidlik zirvəsinə ucalmaq gərək ki, Tanrının bir lütfüdür. Ulu Tanrı niqabını şərqdə qaldırdı, bircə ol kəlamından yer üzünü xəlq elədi. 124 min peyğəmbəri də 4 səma kitabını da şərqdə yer üzünə indirdi. Amma şəhidlik dastanı da məhz şərqdə yarandı. Zərifə xanımın bu əsəri, kitabı ona görə qiymətlidir ki, hər bir şəhidin, hər bir qazinin haqqında bir dastan yaradılır.
Biz Dədə Qorqud dastanlarından, Oğuznamələrdən, Manasdan gəlmişik. Biz həm də 2-ci Dünya müharibəsinin əzəmətində və ağrısında tarix yaradan Həzi Aslanov kimi igidləri görmüşük. Biz həm də təkcə SSR-i yox, həm də Çar Rusiyasının artilleriyasının Allahı olan Əliağa Şıxlinskinin diyarında doğulmuşuq. Zərifə xanımın bir yaradıcı insan olaraq xoşbəxtliyi oradadır ki, Həzi Aslanov kimi, Qafur Məmmədov kimi, İsrafil Məmmədov kimi, Mehdi Hüseynzadə kimi, Polkovnik Komissar Əziz Məmməd Kərimoğlu Əliyev kimi igidlərin vətənində 20-ci yüzilin sonunda dünyaya gələn, fəqət Qarabağın üzünü görməyən, amma Qarabağda tarixi zəfərə imza atan igidlərdən yazır. O igidlərdən ki, Nadir Şah Əfşardan 300 il sonra Ali Baş Komandan iradəsinə Fətih dastanı yazdı. Azərbaycan xalqının, Turanın, Türk dünyasının, Türkistanın sinəsinə, Türkistanda jüzünlərin, Azərbaycanda xanlıqların dağını çəkən, onun sinəsinə həm də Gülüstan, Türkmənçay dağını çəkən imperiyaların sinəsinə dağ olan, həm də göz dağı olan bir liderin səngərinə sipər olan igidlərdən yazmaq özü gərək ki, qəhrəmanlığın elə yarısı olsun. Heydər Əliyevin hakimiyyətə gəlməsini 91'lər xahiş etmiş, o razılıq vermiş. O razılıq ilk onun dünyaya bildirməsidir ki, mən Azərbaycan hakimiyyətinə gəlməyə razı oluram. Və onun hesabına xalq onu sevirdi, istəyirdi. Amma o yanlış baş verdi, onu hakimiyyətə gətirirlər. Və bu prosesdə Zərifə xanım çox aktiv iştirak edib. Bu xanım ümumiyyətlə mənim nəzərim, bu nəsil öz ölkəsini sevə-sevə, bütün üzvləri ona xidmət edən bir nəsildir. Və həddi görün, necə zəhmət çəkir, necə gözəl kitablar yazım. Bundan qabaqki kitabları da. İndi də görün, bu bizim vətən müharibəsinə, bu azadlıq ölkəni nəhayət yığıb bir ölkəyə, əsl ölkəyə çevrilməsi prosesini necə də böyük zəhmətlə, sevgi ilə, səriştə ilə o orada qələmə alıbdır. Çox sağ olsun, var olsun. Bu unudulmaz bir daim yadda qalan kitab olacaq. Stol üstü kitab olacaq. Çünki ölkəmizi xilas edən o insanların xatirəsinə həsr olunmuşdur. Mən 94-cü ildə bir gündə 2 evlat vermişəm, şəhid vermişəm. O gündən bura mən bu Zərifə xanımı görmüşəm. Ta bu günə kimi. Hər bir zaman şəhid ailələrinin yanında olub. Mən üzünə qarşı demirəm. Yəni, dediyim odur ki, onun göstərdiyi şəhid ailələrinə, qazilərə, veteranlara danılmazdır. Sizə can sağlığı, uzun ömür arzulayıram. Allah sizi saxlasın. Allah dövlət başçımızı saxlasın. Bu günü bizə yaşadanlara Allah rəhmət eləsin. Əskərin vəzifəsi bizdən öncə komandirimiz danışdı. Vəzifəsini yerinə yetirməkdir və mən burada qazi qardaşlarım var. Bizim bugünkü ən böyük şərəfimiz Azərbaycan xanımlarının gözünün içinə dik baxmaqdır. Çox sağ olsun Zərifə xanım ki, bu dastanları, bu səlnamələri kitablarda qeyd edir, yazır. Sosial şəbəkələrdə olan məlumatlar zaman gələcək olmayacaq. Keçmişə nəzər salsaq, hər zaman kitablarda qalır tarix yazanlar. Bizim ən böyük xoşbəxtliyimiz də bugünkü gün budur ki, o tarixin bir damcısı biz varıq. Mən Zəfər ordenli şəhid polkovnik Babək Səmədin oğlu Mətləb Səmədli. Bugün burada atamın əziz xatirəsinin yer aldığı Qəhrəmanlıq Zirvəsi adlı kitabın təqdimatında çıxış etmək mənim üçün böyük bir qürurdur. Və buna görə də Zərifə xanıma və həmçinin kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz təşəkkürümü bildirirəm. Düşünürəm ki, hər birinizdən məlumdur ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan ordusunda böyük kadr çatışmamazlığı mövcud idi və həmin bu dönəmdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə bir sıra gənclər Türkiyədə Ali Hərbi Məktəbdə təhsil almağa göndərilmişdi və mənim atam Babək Səmədli də məhz həmin gənclərin sırasındaydı. Və Ulu Öndər Heydər Əliyevin bu uzaq görən siyasətinin öz töhfəsini verərək 44 günlük vətən müharibəsində də
atam şimal istiqamətində aparılan döyüşlərə rəhbərlik edən şəxslərdən biri idi. Və xidmət etdiyi dönəmdə də 1997-ci ildə ali məktəbdən bitirəndən sonra Azərbaycan ordusunda xidmət etmiş, müxtəlif cəbhə bölgələrində xidmət etmiş və həmçinin xidmət etdiyi dönəmdə də Ulu Öndər Heydər Əliyevlə bir qarşılaşması da olmuşdu və mən bununla bağlı bir qısa danışmaq istəyirəm. Atam Bakıda Ali Hərbi Məktəbdə xidmət etdiyi dönəmdə kursantların buraxılış mərasimi zamanı öz bölüyünün qarşısına dayanarkən Ulu Öndər Heydər Əliyev həmin gənclərin, zabitlərin qarşısına keçərkən məhz atam Babək Səmirdin qarşısına dayanmışdı. Və atam onun dayandığını görüb bir addım qarşıya çıxaraq özünü təqdim etmiş və Ulu Öndər üzünü ona tutaraq mən səni hardan tanıyıram demişdi. Və atam buna cavablandıraraq Ulu Öndərə mən sizin qarşınızda Türkiyədə Ali Hərbi Məktəbdə təhsil aldığım dönəmdə çıxış etmişəm demişdi. Və Ulu Öndər o dönəmdəki Müdafiə Naziri Səfər Əliyevə üzünü dönərək görürsən Səfər, mənim o zaman Türkiyəyə göndərdiyim gənclər bugün Azərbaycan ordusunda zabit olaraq xidmət edir. Bu məni çox sevindirir demişdi. Allah şəhidlərimizə rəhmət eləsin. Bugün də bizim təşkilatda belə bir tədbirin keçirilməsini mən təqdirə layiq hesab edirəm. Çünki burada müxtəlif kateqoriyalı veteranlarımız iştirak edir, ziyalılarımız iştirak edir, alimlərimiz iştirak edir. Zərifə xanımın ərsəyə gətirdiyi bu kitab təqdirə layiqdir. Yüksək səviyyəli, mən vərəqlədim, aformleniyasına baxanda ürək açan orada həmi yazılarda, həmi şəkillərdə tarixi xatırladan çoxlu məqamlar var. Mən elə başa düşürəm ki, hər bir Azərbaycanın bu stolüstü kitabı ola bilər və bu 44 gün müharibə dövründən və yaxud da ki, əvvəlki Azərbaycanın son 30 ildəki tarixindən nə qədər danışsaq, qələbədən nə qədər danışsaq az olacaq. Amma bu günləri yazıçılarımızın da, şairlərimizin də əsas vəzifələrindən biri həmin dövrdə qəhrəmanlıq göstərmiş insanların əməyini, zəhmətini qiymətləndirmək, onları tarixləşdirmək, onları kinoya, ondan sonra kitaba çevirmək ki, gələcək nəsillər üçün bir hədiyyə olsun və bu tarixi oxuyub yada salsınlar ki, hansı şəraitdə, hansı çətinliklərlə Azərbaycan xalqı üzləşib. Bu Qəhrəmanlıq Zirvəsi kitabını yazarkən, bilirsiniz, mən düşündüm, bizim hər bir vətəndaşımız üçün əziz bayramdır, Qurtuluş bayramı və bir də Zəfər bayramı. Düzdür, biz çox bayramlarımız var. Amma bu Qurtuluş bayramı və Zəfər bayramı bizim bayramlarımızın bayramıdır. Baxın, Qurtuluş bayramı Ulu Öndərimizin adı ilə bağlıdır. Bəli, bu qurtuluşu bizə Ulu Öndər verdi. Baxın, burada söylənildi, hörmətli çıxışçılar söylədi. Sən o ildə Heydər Əliyev gəlməsəydi, o çağırışa, o 91'lər bütün xalqın adından idi 91. Tək 91 adamın işi deyirdi. O vaxt xalq almışdı başsız, lidersiz. O vaxt xalq özünə böyük axtarırdı, lider axtarırdı. Və xalq o lideri Heydər Əliyevdə gördü. Və Heydər Əliyevdə də nəyə görə gördülər? Çünki Heydər Əliyevin həyatı boyu ölkə üçün çalışdığını, həyatı boyu xalqı üçün çalışdığını, hələ o gənc yaşlarından deyirdi ki, mən xalqımın yolunda hər şeyə gedərəm. Bəli, o vaxtı 91'lər bütün xalqın adından istədilər, çağırdılar. O vaxt Heydər Əliyevə vəzifə lazım deyildi. Heydər Əliyev o həddə gəlib vəzifələr görə gəlmişdi. SSR ölkəsinin hələ ən böyük vəzifəsinə layiq olmuşdu. Amma yenə də ürəyi vətəni ilə vururdu. Bəli, o vaxt o xalqının səsinə, harayına gəldi. Və qayıdış, həmin o möhtəşəm qayıdış, xalqın səsinə qayıdış, ölkəni bax belə bərabər elədi. Biz qəhrəmanıq, biz liderik. Lider xalqın, lider möhtərəm prezidentimizin lider evlatları. Mən istəyərəm ki, bu bizim yaralı yerimiz heç vaxt unudulmasın. Bu yaralı yerimiz bizim hər zaman ürəyimizdə olsun, hər ailədə olsun və bu qəhrəmanlıq əbədi olsun. Çünki biz müstəqil ölkənin, lider bizim möhtərəm prezidentimizin lider xalqıyıq. Bayrağına canım qurban Azərbaycan, ruhuma can
üçün vətən